Salam, xoş gördük hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Saray qəsəbəsində 165 min manata bu ev çıxdı satışa. Özdə paket kupçalı ev. Yəni torpağın da kupçası var, evin də kupçası var. 6 sotun içində bax bu gördüyünüz bu ev, bağlı bağatlı ev, mansarlı və 2 mərtəbəli də. 2 mərtəbədən sonra mansardı. Çox gözəl, səliqəli, keyfiyyətlə tikilmiş evdir. 165 min manata satışa çıxarıldı 6 sotun içərisində. Harada yerləşir? Saray postundan saraya girirsiniz. Birinci sviftofora çatmamış yolun sağındadır. Yoldan bura ümumi heç bir 70 metr arası olar olmaz. Hadi yoldan sonra, əsas magistral yoldan sonra ikinci küçədir. Heç 60-70 metr yolla arası olar olmaz. Mərkəzi kanalizasiyası da 100% aydın məsələdir ki var. Qaz sayğacı, su sayğacı, işıq sayğacı da var. Qəşəng səliqəli də bağı, bağatı, meyvə ağacları var. Evimizin üstü də çerepiçadır. Görürsünüz. Baxın, mən o balkonları yaxından sizə göstərəcəm. Orada oturmağa da yeri var. Xüsusi bir dənə zalı var. Lap mansarda, lap yuxarıda. Bir dənə belə də böyük bir tut ağacı var. Bax, hal-hazırda da gətirib tutlar görürsünüz. Böyük bir tut ağacımız da var. Bax belə. 165 min manatdan, qoy bu şeyi dəqiqliyinə sizə deyim. Ev sahibi ilə özü ilə, bax, gəlib oturacaq orada. Ev sahibinin özü ilə danışarsınız qiyməti. Mütləq endirim olunacaq, narahat olmayın. Paket kupçalı evdir. Nəqd satışa da yararlıdır, ipoteka da yararlıdır. 6 sotun içində bir də təkrar edirəm. Yoldan 70 metr arası var. Bir dənə zəhmət olmasa biz belə gəlib, buranı da göstərək. Bir dənə belə gəlin. Bax, burada ayaq yolu da həyət üçün, düzdür? Hamam da var orada, ayaq yolu da var. Həyət üçün əlavə tikilmiş ayaq yoludur. Bax, belə. İndi buradan da qalxaq evin içərisinə. Zəhmət olmasa siz də gəlin. Bax, buradan qalxırıq evin içərisinə. Pilləkən içəridəndir, gördünüz? Qalxandan sonra bu evin girişidir. Bax, bu evin girişidir. Ayaqqabı soyma. Zəhmət olmasa bir dənə buraları göstərək. Burada bir qapı da var, bax. Bax, belə balkon kimi bir oturmaq üçün xüsusi bir yeri var. Bax, buradan bir dənə zəhmət olmasa buradan gəlin balkonu, bağı çəkin. Görün nə qəşəng səliqə səhmanıdır, baxın. Bax, görürsünüz, bax, burada oturub belə çay içməyə, yemək yeməyə yayda çox ideal yerdir. Buradan da pilləkənlə yuxarı mansara çıxır. Onu göstərək mansardı, yoxsa qalxaq göstərək, ev yox. Bura açıqdır, otaq. Bax, buradan pilləkənlə çıxırıq, bax, bura. Bir dənə buradan yaşıllığı göstərin. Bir dənə, bax, bura baxın. Ərazi çox münbit ərazidir. Torpağı çox münbit torpaqdır. Ona görə də hər yer yaşıldır. Bax, bir də gəldik bura. Bax, görürsünüz, sarayın da ən hündür yeridir, quru yeridir. Bir dənə buradan krişanı da göstərin. Görürsünüz, təmiz çerepiçadır. Burada belə bir otaqları var. Bax, belə bir otaq. Bu mansarddır. İndi burada nə istəsiz eləyə bilərsiniz. Hazır qurulmuş evdir. Şəxsi özləri üçün tikilmiş evdir. Yüksək keyfiyyətlə tikilib, orada da bir otaqdır. Qaladovka kimi. Deməli, nə yaxşı materiallar var. Bahalı aksesuarlar var. Hamısından istifadə olunub. Çünki şəxsi özləri üçün tikilmiş evdir. Baxın burada, buranı bir dənə göstərin. Həqiqətən mənzərəli bir yerdir. Sarayın ən hündür yeridir. Bax, belə. 165 min manatdan qiymətində endirim olunacaq. Gəlin, ev sahibinin özü ilə söhbət edin. Mən də qoşulum sizə, qiyməti biraz endirək. Amma mütləq bura gəlin sonra. Hələ birinci gəlin evə bir siz də baxın. Bax, bu ərazi də bu həyətə aiddir, görürsünüz. Evin dörd bir tərəfinə fırlan baxsın, xüsusi orada yeri var. Dedim. Yəni, həyətin dörd bir tərəfinə fırlanmaq olar. İndi ev sahibi onu mənə deyirsin, onu da denəm. Dəmir raşatqalarına qədər qurulub, qoşadaş, fundamentli, kəmərli bir evdir. Sonra, gəldik buradan, bax, indi evimizin içərisinə baxaq. Görək evin içərisində nələr var. Bax, girdik bura bir koridora. Siz orada gözləyin hələ. Bax, girdik belə bir koridordur. Poluna bir dənə bir şey verin. Razmeşka şam ağacındandır. Qəşəng səliqəli evdir. Sırazı bir dənə mətbəxi göstərim. Bu mətbəxidir. Mətbəxdir, görürsünüz. Mətbəxdən sonra burada bir qapı qoyublar. Bu sanitar qovşağıdır. Bunun işığı haradadır? Bunun işığı haradadır? Bu sanitar qovşağıdır, görürsünüz. Oradan sonra, bax, burada da bir otaq var. Mətbəxdən sonra bir otaq buradadır. Böyük kvadratlı otaqdır. Bir otaq da burada. Bax, bir otaq da buradadır. Bunlar əlavə otaqlardır. 2 dənə otaqdır. Mətbəxdən sonra bu otaqlardan istifadə eləyə bilirsiniz. 2 otaq buradadır. Panel radiatorlar da var, görürsünüz. Sonra
Davam eləyək. Mətbəxin içindən gəlib keçirik. Bir də bax bura. Bura qonaq otağıdır. Bax bura qonaq otağıdır, yəni zaldır. Görürsünüz böyüklüyün. Görürsünüz zal. Bura neçə olar? Böyük kvadratlı bir zaldır. Hə, böyük kvadrat deyildi həqiqətən. Hündürlüyü də yaxşıdır. İndi çoxdan təmir olunub. İstəsiz nə bilim zövqə görə aboyları dəyişə bilərsiniz. Bu zalıdır, yəni qonaq otağıdır. Sonra keçək növbəti otaqlara baxaq. Bax burada da bir otaqdır. Buranı da belə balaca zal kimi, mini qonaq otağı kimi düzəldiblər. Bu da bir otaqdır. Buradan sonra burada da bir yataq otağıdır. Buradan sonra bir yataq otağı da buradadır. Ümumi neçə otaq oldu? 2, 3, 5 otaq. 5 otaq mansardan əlavə. Deməli, ara kəsmələrinə bir dənə baxın. Ara kəsmələrinə qədər qoşa daşlayır, görürsünüz. Ara kəsmələrinə qədər qoşa daşlayır. Bir də izah edirəm. Saray qəsəbəsində, deməli, saray postundan saraya girəndə birinci svetofora çatmamış sağda, yoldan 70 metr aralıda, 6 sotun içərisində gördüyünüz bu ev, bax, qarşı, hamısı bir yerdə paket kupcalı 165 min manata satışa çıxarılıb. Qiymətindən qəti narahat olmayın. Gəlin ev sahibinin özü ilə danışın. Qiymətində endirim özü eləyəcək. İndi nətər olacaq, necə olacaq? İndi inşallah gəlin bura bir hələ siz canlı da gəlin baxın da. Biri var videoda görəsiniz, biri var canlı görəsiniz. Canlı da gəlin bu evə baxın, sonra qalan ev yasının özü ilə söhbət eləyirik. Prosta onu demək istəyirəm ki, kupcalı evdir. Nəqd satışa da yararlıdır, ipoteka da yararlıdır. Bütün kommunalları var, qaz, su, işıq sayğacları var. Kanalizasiyası da ki, mərkəzi kanalizasiyadır. Allah alana da satana da xeyir versin. Sağ olun.